Əskəriyə getdi. Aha, bizim bu məktəbdə də. 6 nömrəli məktəbdə. Sonra onu 11-i də orada 11-i orada qutardı. Sonra getdi əskərliyə, Tərtərdə əskərliyini çəkdi 1 il 6 ay. Sonra onu göndərdi Kazan Dövlət Universitetinə. Orada universitetini yarımçıq qoydu. Gəldi Polad Həşimov bir şəhid oldular axı. Ona görə o dözə bilmədi. O gəldi, dedi mən də gedəcəm. Onun Şəhriyarın atası da hərbiçi olubdu. Komandir oldu. Atası qazidir Şəhriyarın. Həmən Şəhriyar şəhid, atası qazi olan yerdə Şəhriyar, həmən eyni yerdə şəhid oldu, şeydə, su qovşanda. Şimdi haradadılar. Ondan sonra atasına şad xəbər verəndən sonra şəhid oldu, su qovşanda. Hə, bizlə danışdı. Dedi ki, o sabahsı Şəhriyar, yəni 9-u danışdı. Onu dedi, biz ola bilər danışa bilmərəm, narahat olmayın, mən döyüşə girəcəyik, biz hazırlaşırıq döyüşə girməyə. Elə də onun Şəhriyardan xəbər olmadı. Su qovşanda çox şəhidlərimiz oldu. Orada çox şəhidlər, su qovşanda. Görürsünüz necə vətənpərvər oğlan oldu. O könüllü getdi. O qədər ağlamışdı, onun gözləri şişmişdi. Atası dedi ki, bəs əgər bilmirdik də nəyə görə dedik aparaq həkimə, bəlkə ağrıyır gözün, yaxud nəsə də, niyə belə gözün şişir, dedi ki, bəs belə. Həmi Polad Həşimov şəhid oldu, həm onun yanındakı nişanlı oğlan ən çox ona çox təsirlənmişdi ki, onun toy olacaqdı da, o nişanlı oğlana. Elə öz könüllü yazıldı, getdi, özü də şəhid oldu. Şəkilində baxmışlar, sinəsini saxlayıb anasını.